Bax, gözü görməyən insana kör demirlər. Görmə potensialını itirmiş deyirlər. Allah, 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 dərdin əsirgə Allah. Hə, heç nə, problem deyil. Onu sonra sildikcə, get, çəkir yenə. Siz məni biabır eləyirsiniz hər dəfə, hər dəfə. Hə, uşaqlar, heç nə, təsbih zadı qoyaq, keçək onda dərs sisteminə. Hə, düzdür, düz, tamamilə doğrudur, hər şey çox gözəl və yolunda. Yaxşı, narahat olun, narahat olun. Siz gedirsiniz, getmirsiniz. Qulaq asırıq. Deməli, uşaqlar, bu günlərim keçirik. Nəyi? Feili, sıfat. Feili sifət nədir? Həm feilin, həm də sıfatın xüsusiyyətini daşıyan sözlərdir, feillərdir. Baxın, belə deyək də, feili sifətin feili bağlamanın və ya məsdərin şəkilçiləri qrammatik olduğu üçün bunların başlanğıc forması feil sayılır. Yəni, ona artırılan şəkilçi, deyək ki, oxudulan kitab, yazılan əsər. Sözün kökü oxumaq, oxutmaq, oxudulmaq. An feili sifətdir və qrammatik şəkilçidir. Elə Orxan, bunun mənasını və başlanğıc formasını dəyişirmi? Dəyişmir. Oxudulmaq feili nə olacaq? Hansı nitq hissəsi? Oxudulmaq sözü hansı nitq hissəsi olacaq? Feil olacaq, düzdür? Demək ki, feili sifətdə feil sayılır. Bunu qarışdırmamaq lazımdır. Nə olsun ki, cümlədə necə, hansı sualına cavab verir? Oldu mu? İndi bunun feilə aid xüsusiyyətləri nələrdir? Sifətə aid xüsusiyyətləri nələrdir? Bir baxaq, görək, başımıza nə iş gəlir. Feilə aid xüsusiyyətlərini əslində deməyəcəm. Çünki məsdəri keçəndə demişdik ümumi olaraq. Feilə aid bu 3 dənə xüsusiyyəti qəbul edir. Hansılar idi Kamran? Feilə aid xüsusiyyətləri. Aha. Yox. Əlaqəsi yox. Təsdiq, inkar. Maşallah, sizlə qəşəng bir dərnək də, xor dərnəyi qura bilərik. Qəşəng, ariya, vokal falan belə oxuya bilərik. Təsdiq, inkarda olmaq, ətrafına söz toplamaq, bir də qrammatik məna növlərində olmaq. Bu 3 dənəsi feilə aid xüsusiyyətdir. Sifətə aid xüsusiyyətlər 1. İsmə aid olmaq. 2. Cümlədə təyin olmaq. İsimdən əvvəl gələndə zaten cümlədə təyin olur. 3. İsimləşə bilməsi, isimləşməsi və cümlədə təyin olma qabiliyyətində itirməsi. Eyni ilə nə kimi? Sifət kimi. Xəbərli şəkilçisini qəbul edib, bəli, cümlədə xəbər də ola bilir. Görək, sifət kimi necə suallara cavab verir? Bir də təbii ki, nə olur? Sifətin suallarına nə inir? Cavab verir. Ay sağ ol. Baxaq görək, hansı şəkilçiləri var bu feili sifətin. Birinci, an üstü 2 şəkilçisi. An üstü 2 şəkilçisinə baxacaq ki, deməli, bir də belə bir məsələ var. Feili sifətin şəkilçilərinin zaman məzmunu bildirməsi var. Zaman anlayışı bildirir. Yadınıza gəlirsə, təsvirlənən feilləri keçəndə dedik ki, zaman məzmunu bildirmək başqa şeydir, zamana görə dəyişmək başqa şeydir. Məsəl üçün, feilin əmri şəkili gələcək zaman məzmunu bildirirdi və yaxud da lazım olsun, vacib olsun, düzdürmü? Çünki orada işlədilən feili dediyimiz təqdirdə ondan sonra hansısa hərəkəti eləməyə başlayacağıq. Feili sifətdə də eyni məzmun var. Bax, an indiki zaman məzmunu bildirir. Hal-hazırda deyirəm ki, oxuyan uşaq. Oxuyan uşaq dedikdə, 1. Hansı sualına cavab verəcək? Bir də hal-hazırda uşaq oxuyur ki, biz onu oxuyan uşaq deyirik. Bişən yemək. Hamının acı bu lazım deyildi. Bişən yemək deyəndə, yemək bişir ki, biz ona deyirik bişən yemək. Başa düşdünüz? Bu mənada indiki zaman anlayışı bildirir. Oxuyan uşaq
Sonra gülən şagird, döyülən şagird, hansı şagird? Gülən, hansı şagird? Oxuyan. Düzdürmü? Sonra yazan, oxuyan, bilən, görən. Yəni anlam düzələn nə qədər söz varsa, bunlar feili sifət olur və isimdən əvvəldə işlənir. Baxın uşaqlar. Amma sifətlə fərqi odur ki, bu şəkilçi qrammatik şəkilçidir. Ona görə başlanğıc formanı dəyişmədiyi üçün oxuyan sözü ilə feil olacaq. Sifət yox. Biz burada nəyə qarışdırırdıq uşaqlar? Ağlağan sözü. Düzdür? Güləyən sözü. Güləyən. Ağlağan sözünü qarışdırırdıq ağlayan sözü ilə. Sifəti keçəndə də demişdim, yadınıza gəlirmi? Güləyən sözünü qarışdırırıq gülən sözündən. Güləyəndə ağan əyən bütöv şəkilçidir. Başlanğıc forması budur və bu sifət sayılır. Ağlağanda ağlamaq ağanın saiti tip təbii ki. Nə olacaq bu? Başlanğıc forması bu və sifət sayılacaq. Amma ağlayanda an feili sifətdir. Və başlanğıc formanı dəyişmir. Gülən uşaqdakı an feili sifətdir və başlanğıc formanı dəyişmir. Bunları qarışdırmayaq. Bəli, inkar da artıra bilirik. Ağlayan, ağlamayan. Amma ağlağan, ağlamağan elə bir söz yoxdur. Düzdür Asim? Eşq olsun, eşq olsun. Sonra keçirik nəyə? İkinci uşaqlar. Acaq üstü 2, ası üstü 2, malı üstü 2. Bax, bu şəkilçilər nə zaman məzmunu bildirər sizcə? Gələcək zaman məzmunu bildirər. Gələcək zaman. Baxaq görək. Acaqla olan bir feil deyək. Məsəl üçün, oxunacaq dərs. Oxunacaq dərs. Deyiləcək sözlərim var. Deyiləcək söz. Necə söz? Hansı söz? Oxunacaq dərslərim tökülüb qalıb. Hansı dərslərin qalıb? Necə dərslərin qalıb? Ası ilə, məsəl üçün, bəli, sənə deyiləsi sözüm var. Deyiləsi söz. Düzdürmü? Yazılası test. Hazırlanası yemək və s. Malı, eyni ilə onu kimi. Məsəl üçün, necə? Gülməli hadisə. Necə hadisə? Amma malı məli feili sifət olduğu üçün necə sualına cavab versə də nə olacaq? Feil olacaq. Yəni feili sifət olacaq. Gülməli hadisə. Düzdürmü? Sonra ağlamalı nə? Ağlamalı film. Bəli. Bax nə qədər zırıldayırsan zırılda. Düzdür? Bunlar odur ki, gülməli hadisə danışacağım sənə. Danışandan sonra güləcəksən. Və yaxud da oxunacaq dərslərim var. Demək ki, oxunmayıb ki, oxunacaq dərs deyirsən. Düzdür? Hazırlanmalı dərslərim var. Demək ki, hazırlanmayıbsan ki, hazırlayacaqsan. Və yaxud da deyiləsi sözün varsa, demək ki, mən elə bunu sənə deməmişəm ki, deyiləsi söz sayılır. Başa düşdünüzmü? Gələcəkdə baş verəcək proseslərdir bunlar. Keçirik növbəti şəkilçiyə. Növbəti şəkilçi mış üstü 4 və dıq üstü 4 üstə gələk mənsubiyyət şəkilçisi. Belə demək olar ki, uşaqlar, dıq şəkilçisi feili sifət şəkilçisidir. Amma mənsubiyyət şəkilçisi olmadan işlənmir. Ona görə də nə edirik? Əsnəyəndə əlimizi ağzımıza tutur. Söhbətlə əlaqəsi yox idi. Mış, məsəl üçün, əsnəmiş şagird. Düzdürmü? Sonra oxunmuş dərs və yaxud da kitab. Döyülmüş Hüseyin. Niyə keçmiş zaman anlayışı bildirdi? Əsnəmiş şagird olmasa, əsnəyib ki, mən bunu əsnəmiş deyirəm. Və yaxud da döyülmüş şagird. Bu şagirdi mən döymüşəm ki, keçmişdə artıq qalıb, ona görə döyülmüş dedim. Başa düşdünüz? Dıq da həmçinin onu kimi. Bax, məsəl üçün, deyirəm ki, bildiyim məlumat işimə yaradı. Deməli, bildiyim deyirəmsə, artıq mən bunu bilirdim keçmişdən. Düzdür? Ona görə. Və yaxud da oxuduğum dərs məni döyülməkdən qurtardı. Hansı dərs?
Oxuduğum. Nə olubdu? Sən artıq bunu keçmişdə eləmirsən ki, bu sənin oxuduğun olubdu da. Başa düşdünüz? Ona görə baxın, dık, dik, duq, dük şəklində həmən bu dıqın dik versiyası im mənsubiyyət. Duqun duq olan, yəni sayt artırıldığı üçün burada y-ya, burada g-ya çevrilib. Bu da mənsubiyyət. Və bu da keçmiş zaman anlayışı bildirmiş olur. Başa düşdünüz uşaqlar? Ay, sağ ol. İndi baxın. Həblənti başqa bir şey deyim sizə. Biz mışı da gördük, asını da gördük, acağı da, malını da. Bunlar nə şəkilçiləri idi? Amonim şəkilçisi, amonim şəkilçilərdir. Nə ilə? Zaman və yaxud da təsvirlənən feillərdən. Düzdür ziniyyət? Bəs yaxşı, biz mışı necə fərqləndirəcəyik ki, bu feili sifətdir yoxsa zaman şəkilçisidir? Sual verərək, bir, yanında isim varsa, belə deyək də, İsim. İsimdən əvvəldə gəlirsə, feili sifətdir. İsimdən sonra da gəlirsə, təsriflənən feildir. Bir bu məsələ var. Bu sistemi yadımızda saxlayaq. Məsəl üçün, deyirəm ki, oxunmuş kitab. Hansı kitab? Əvvəl gəldiyi üçün oldu nə? Feili sifət. Bir də deyirəm ki, kitab oxunmuşdur. İsimdən sonra gəldi, oldu nə? Təsriflənən feil. Başa düşdünüz? Bir qeyd eləyək ki, təsriflənən feillər cümlədə həmişə nə olurdu? Yalnız və yalnız feili xəbər olurdu. Bax, cümlədə əgər təsriflənən feil isə feili xəbərdir. Başqa bir şey olmayacaq yəni. Oldu? Ası ilə deyiləsi sözüm var, söz deyiləsidir. Bu adam dərslərini oxuyasıdır. Bu adam gedib yemək yiyəsidir. Nə edəsidir sualına cavab verir. Oldu? Amma yeyiləsi yemək. Düzdürmü? Deyiləsi söz. Yazılası dərs. Yazılacaq dərslərim var. Acağı bir dənə. Malını işlədin görüm uşaqlar. Malını. Feili sifət kimi işlədin. Yazılmalı tapşırıq. Tapşırıq yazılmalıdır. Artıq vacib bildirdi. Bu formada. Başa düşdün? Başa düşdünüz? Kənan başa düşdün yoxsa başın qarışıqdır? Başa düşdün. Maşallah. Deməli, qarşımıza fərqli bir məqamda belə bir şey çıxa bilər. Baxın. Bu kimi cümlələrə diqqət eləmək lazımdır. O alma yeməlidir. Əslində cümlənin sonunda gəldi və xəbərdir. Amma duruq işarələri buraxılmışdır deyərək bu tip sual düşəsi olsa uşaqlar, biz bunu həm feili sifət kimi, həm də vacib şəkil kimi düşünə bilirik. Niyə görə? Birinci, yeməlidir nə? Alma. Hansı alma? O alma. Belə olanda yeməlidir. Necədir sualına cavab verəcəyik? Bax, necədir? Yeməlidir nə? Alma. Burada olacaq nə? Feili sifət. Bir də var ki, o alma yeməlidir. Burada artıq işin vacibliyi var. Odan sonra vergül qoyulmalıdır. Yeməlidir. Kim? O. Nəyi? Almanı. Nə etməlidir? Artıq burada nə olacaq? Vacib şəkil olacaq. Buradakı vergüldən çox şey asılıdır. Bax, diqqətli olmaq lazımdır bu məsələdə. Bəli, biri şəxsdir, biri şəxsdir. Anladıq? Bəs yaxşı, bu yerlər gəzməlidir. Feili sifətdir yoxsa vacib şəkil? Feili sifətdir. Bu yerlər gəzməlidir. Necədir? Bu yerlər gəzməlidir demək hardasa cümlə özünü tutmur. Məna olaraq. Xanım anlayırsan? Yunuslu. Bir də keçək dıqla bağlı başqa bir məsələyə. Dıq, uşaqlar, bəzi hallarda müstəqil də işlənə bilir. Yəni, mənsubiyyət olmadan da işlənə bilir. Və uşaqlar daha çox bunu feili bağlama ilə qarışdırırlar. Bunu indi mən sizə deyim, feili bağlamada yenə xatırladacağım. Deyirəm ki, bəli, oxuduqdan sonra kitabı örtdü. Nə zaman örtdü?
oxuduqdan sonra. Baxın uşaqlar, buradakı dıqda hissəsinə nəzər verəndə adamı çaşdırır. Amma bu feili sifətdir. Baxın, bu feili sifətdir. Bununla qarşılaşacaqsınız xeyli. Feili bağlamada belə bundan çaşdırıcı suallar salırlar. Feili bağlamadan sonra bu qrammatik ünsürlər gəlmir. Yəni, qrammatik şəkilçi, qoşma işlənə bilməz. Bu nə deməkdir? Oxuduğu zamandan sonra yerinə birbaşa oxuduqdan sonra deyirlər. Bu həmən bayaqki dıq feili sifət şəkilçisidir. Bu da birbaşa çıxışlıq şəkilçisidir. Anladıq mı? Möhkəm güldükdən sonra döyüldü. Güldüyü zamandan, güldüyü vaxtdan sonra əvəzinə birbaşa güldükdən sonra deyir. Feili sifət olacaq. Bax, bu yadınızdan çıxmasın. Testdə qarşılaşacaqsınız. Əziz və hörmətli yuxulu şəkildə dərs dinləyənlər. Yuxusuzlara heç nə demir. Bir məsələ bu. İstəyirsəz qeyd eləyin. İstəmirsinizsə yenə qeyd eləyin. Görün nə qəşəng boy yazdım uşaqlar. Yazdınız bayaq yuxarıda dediyimi. Oxuduqdan sonra, işlərini gördükdən sonra. Hə? İndi baxın. Nə dedik? Feili sifət. Sifət necə isimləşirsə, o cür isimləşə bilir. Necə olur burada? Bəsdir, nə bəsdir bildiklərim. Yenə də dik, cəm şəkilçisi və mənsubiyyət. Dik şəkilçisi yenə mənsubiyyətin işlənibdir. Əslində bu isimləşməsə necə oxunacaq? Yəni isim cümlədə işlənərsə necə olacaq? Bildiyim məlumatlar mənə bəsdir əvəzinə, bildiklərim və yaxud da bildiyim deyirsən, birbaşa. Nə sualına cavab verir? Dəymişləri yeşiyə yığdım. Əslində necə olmalı? Dəymiş meyvələri yeşiyə yığdım əvəzinə. Biz burada nə edirik? Meyvə ismini çıxardırıq. Onun qrammatik şəkilçilərini dəymiş feili sifətin üstünə artırırıq. Eyni ilə necə sifət isimləşirdi, o cür isimləşdiririk. Düzdür? Qocalar parkda şahmat oynardılar. Qoca kişilər əvəzinə kişi sözünü çıxardırıq, oradan qalır qocalar. Bildinizmi? Burada da dəymiş meyvələrdə meyvə sözünü çıxardırıq, olur dəymişlər. Oxunasıları şkafa qoydum. Əslində nə olmalıdır? Oxunası kitabları şkafa qoydum. Kitab sözünü buradan çıxartdıq. Kitab qaldı offside-da. Onun şəkilçilərini gətirdik. Oxunası feili sifətinin üstünə qoyduq. Və nəyi sualına cavab verdik? Əslində nəyin xüsusiyyətini daşıyırdı? Sifətin. Amma nəyin xüsusiyyətini daşıdı? İsmin. Başa düşdünüz? Bu da feili sifətin isimləşmə məsələsidir. Və salam uşaqlar. Bu qədər.